16-31 tipi pozitiv çıxıb. Həqiqətən məyus olmağa dəyməz. Yəni HPV pozitiv çıxır o demək deyil ki, mütləq evdəki sizə xəyanət edir. Artıq neçə dəfə pasientlər gəlir, deyir ki, HPV pozitiv çıxıb, gedirəm, yoldaşımla dalaşacağım, mənə xəyanət edib. Xeyr, HPV ailə problemləri ilə əlaqəli olmayan bir şey. Biz HPV-ni niyə yoxlayırıq? Sadəcə qadınları gələcək uşaqlıq doğum xərçəngindən qorumaq üçün. Düzdür, hamıda var, hamıda xərçəngi olacaq deyə bir şey yoxdur. Sadəcə risk qrupuna daxil oluruq. Bir də bədən müqavimətindən asılıdır. Və insan bilmir buna nə vaxt yoluxur. Bədən müqaviməti düşən kimi virus özü aktivləşir. Amma bizim qadınlar nə edir? HPV-ni çevirir qısqanclıq obyektinə. HPV çıxırsa, deməli, həyat yoldaşım mənə xəyanət edir. Xahiş edirəm, bunları bir-birinə qarışdırmayın. Əsas odur ki, sağlamlığınızdan bəşin. Sakitləşdir.